sual Almaniyadan gəlir. Sualı verən Leodur. Kremasiya haqqında soruşur. Bunun icazəli olub-olmadığını bilmək istəyir. Bu icazəli deyil. Kremasiya haramdır. Kremasiyanın haram olmasının iki əsas səbəbi var. Birincisi, Əhl-i Beyt əleyhissalam deyib ki, odda cəzalandıran ancaq odun Rəbbidir. Yəni odu bir əzab və ya cəza vasitəsi kimi istifadə etmək qadağandır. Buna görə də meyidi yandırmaq da qadağandır. Bəzi insanlar deyə bilər ki, niyə belədir? Axı o artıq ölüdür və əzabı hiss etməz. Bu bizi Əhl-i Beytin əleyhissalam ikinci sözünə və ikinci səbəbə aparır. Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyh buyurub ki, bir insan sağ ikən ona qarşı icazəli olmayan heç bir şey onun ölü bədəninə qarşı da icazəli deyil. Necə ki, sağ ikən bir insanın sümüklərini qırmaq icazəli deyil. Eyni hörmət ölüyə də göstərilməlidir. Onun sümüklərini sındırmaq, onu təhqir etmək və ya hər hansı formada ona hörmətsizlik etmək olmaz.